Salam əziz abituriyentlər, əziz dostlar. Bugün 10-cu sinif güvənin 8-ci sınağının suallarına baxırıq. 31-ci sualda deyir, cədvələ əsasən uyğunluğu müəyyən edin. Yenə doğru-yanlış cədvəlidir və bu cədvəldə doğru fikrin qarşısına əgər doğru yazılıbsa, uyğundur. Əgər yanlış fikrin qarşısında yanlış yazılıbsa, bu da uyğunluq hesab olunur. Gəlin baxaq. Babadağdan cənub-şərqə doğru Baş-Qafqaz silsiləsi tədricən yüksəlir. Bu yanlış fikirdir, çünki Babadağdan cənub-şərqə doğru Baş-Qafqaz silsiləsi alçalır. Yanlış fikrə doğru yazıldığı üçün bu variant yanlış hesab edilir. Tinovrosso zirvəsi Baş-Qafqaz silsiləsində yerləşir. Bu doğru fikirdir. Hətta Böyük Qafqaz dağları elə bu zirvədən başlayır və doğru fikrin qarşısında doğru yazıldığı üçün bunu qəbul edirik. Düzgün variantdır. Zəfər zirvəsi Qusa rayonu ərazisində yerləşir. Bu doğru fikirdir, lakin yanlış yazılıb. Talış dağları paralel uzanan Talış, Peştəsər, Brovar silsilələrindən ibarətdir. Doğru fikirdir, yanlış qeyd olunub. Bunu da atırıq. Ceyrançal okean səviyyəsində aşağıda yerləşir. Xeyr, bu yanlış fikirdir, lakin doğru yazılıbdır. Ona görə bunu da atırıq. Ceyrançal alçaq dağlıqdır və okean səviyyəsindən yuxarıda yerləşir. Bunu fiziki xəritədə rəngindən də görmək olar. 32-ci suala baxaq. Acınohor düzü hansı tektonik zonada yerləşir? A variantı Böyük Qafqaz qalxması, Kiçik Qafqaz qalxması. Qalxma zonaları əsasən dağlıq zonalardır və bunlar da deyil. C variantı Kür çökməsi. Kür çökməsində Acınohor düzü yerləşir. 3-cü suala baxaq. Dağların zirvələrinin düzgün verildiyi bəndi müəyyən edin. Tupkal Atlas dağlarının zirvəsidir. Ona görə variantı demək atırıq. Variantı atırıq. Çaqori B variantı Çaqori dağları Hindquş veribdir. Çaqori Qaraqorumun zirvəsidir. Ona görə bu da yanlışdır. Kongur Pamir bu düzgün variantdır. Matterhorn Alp dağlarının zirvəsidir. Yəni bir pikdir orada. Ona görə Skandinaviya verilib. Yanlışdır. Qalxebigen Skandinaviyanın zirvəsidir. Lakin Qafqaz verilib. Ona görə bu da yanlışdır. 34-cü suala baxaq. Cədvəli tamamlayan. Birinci və ikinci. Birinci deməli xromit yataqlarıdır. İkinci isə kvars qumu işarəsidir. Yəni bunları soruşur bizdən. Yataqların ardıcıllığına baxsaq, Parğaçay molibden yatağıdır. Filizçay polimetal bu çıxdı. Naftalan yanmayan neft yatağıdır. Vejnali qızıl yatağıdır. Bu da getdi. B variantında Zod qızıl yatağıdır. Mehmana polimetal yatağıdır. Y variantına da baxaq. Yanlışları birinci çıxdım ona görə. Demək, daş salahlı bentonikili yatağıdır. Ağcakənd isə gips yatağıdır. Yəni Y variantı da yanlışdır. D variantı doğru variantdır. Göydərə xromit yatağıdır. Hacvəlli isə kvars qumu yatağıdır. Digər suallarımıza baxaq. Verilmiş ucqar nöqtələri yerləşdikləri materiklərə müvafiq olaraq qruplaşdırın. Uyas Şahzadəsi demək, Şimali Amerikanın ucqar qərb nöqtəsidir. Byron Avstraliyanın ucqar şərq nöqtəsidir. Qalinyas Cənubi Amerikanın ucqar şimal nöqtəsidir. Pia isə Avrasiyanın ucqar cənub nöqtəsidir. Yəni 1B, 2C, 1B, 2C, 3D, artıq D variantımız çıxdı. 4də A. 36-cı sual. Yaz gecə gündüz bərabərliyi günü günorta vaxtı günəş şüaları 66,5 bucaq altında düşür. Yaz gecə gündüz bərabərliyi günü günəş ekvator üzərində zenitdədir və bu zaman avtomatik bilirik ki, cənub və şimal tropikinə günəş şüaları 66,5 dərəcə bucaq altında düşər. Bunu da hesablamaq üçün 90 dərəcə çıxılsın 23,5. Günəş ekvatorda zenitdə olduğundan plus minus 0-ın fərqi yoxdur. Ona görə 66,5 edər. 37-ci suala baxaq. Hansı coğrafi uzunluqla Greenwich meridianı arasında yerli vaxt fərqi 1 saatdan çoxdur? Biz bilirik ki, 1 saata yer kürəsi 15 dərəcə dönür.
və 1 saatdan çoxdur deyirsə, çoxdur, ona görə 15 dərəcədən böyük olmalıdır. A variantını atdıq, D-ni atdıq, demək B-ni atdıq, C-ni atdıq, bir dənə qaldı Y variantı. 18 qərb uzunluğu, Greenwich-də 0 dərəcədədir. 0 ilə 18-in arası ilə 18 dərəcə edər. Bunu da 15-ə bölsək, lap dəqiqliyi ilə deyək. 1 saat, oradan 3 dərəcə qalır. 3-ü də dururuq bir dərəcənin qiymətinə 4 dəqiqəyə eləyir 12. 1 saat 12 dəqiqə. Otuz 38-ci suala baxaq. Xəritə sxemi əsasında rəqəmlərə müvafiq gələn dağları müəyyən edin. Demək, birinci dağa baxaq. Birinci dağ bilirik ki, qədim dağ olan Appalas dağlarıdır. İkinci Kap dağlarıdır. Üçüncü isə Türkiyənin deməli cənubunu göstərir. Ona görə Tavr dağlarıdır. Appalas, Kap, Tavr. A variantı. 39-cu suala baxırıq. Qanı Xəritçay çökəkliyində hansı geoloji dövrün çöküntüləri üstünlük təşkil edir? Biz bilirik ki, bizim düzənliklərimizdə əsasən 4-cü dövrün çöküntüləri üstünlük təşkil edir. Qanı Xəritçay da bura aiddir, yəni 4-cü dövr üstünlük təşkil edəcək. 40-da Etna və Hekla vulkanlarının oxşar əlaməti. Etna və Hekla vulkanları hər ikisi fəal vulkanlardır. Ona görə A variantını silirik. Adada yerləşirlər. Bəli, hər ikisi adada yerləşir. Etna Siciliya adasında, Hekla isə İslandiya adasında yerləşir. Bu elə düzgün variantımızdır. Lakin digərlərinə də baxaq. Divergent sərhəddə yerləşir. Demək, Hekla İslandiya adasında divergent sərhəddə yerləşdiyi halda Etna isə konvergentdədir, yəni divergentdə deyil. Şimali Amerika materikində yerləşirlər. Xeyr, heç biri Şimali Amerika materikinə aid deyil. Ant dağlarının fəaliyyətdə olan vulkanıdır. Xeyr, heç birində bu xüsusiyyət yoxdur. Gəldik 41-ci suala. Sxemdə Günəşin zenitdə olma prosesi göstərilmişdir. Buna əsasən A nöqtəsinin hansı coğrafi enlikdə yerləşə biləcəyini müəyyən edin. Zenit vəziyyəti varsa, Günəşin zenitdə olma enlikləri, yəni aralığı 23.5-lərin arasıdır. 23.5 dərəcə şimal enliyi ilə 23.5 dərəcə cənub enliyinin arası. Burada 40 şimal enliyində Günəş zenitdə olmur. 60-da təbii ki olmur. 80, 50 heç birində mümkün deyil. 20 dərəcə cənub enliyi düzgün cavabımızdır. Çünki 23.5-lərin arasında yerləşir. 42-ci suala baxaq. Doğru olmayan fikri müəyyən edin. Yerin geoloji inkişafının ilkin mərhələsində onun səthi əsasən su ilə örtülmüş, qurunun sahəsi kiçik olmuşdur. Bu doğru fikirdir. Ona görə bunu çıxarırıq. Azərbaycan Alp-Himalay dağlıq qurşağında yerləşir. Bəli, bu doğru fikirdir. Materik və okean tipli yer qabığına malik olan iri iki litosfer tavası bir-biri ilə toqquşarkən sahil boyunda quruda dağlar, okeanda isə dərin okean çökəkləri, novlar yaranar. Bəli, bu subduksiya sərhəddidir və yarandığı relyef formaları düzgün qeyd olunub. Materik və okean tipli yer qabığına malik olan litosfer tavalarının hərəkəti nəticəsində sakit okean sahəsi tədricən azalır. Bu da doğru fikirdir. Ona görə bunu da çıxırıq. Antarktida materiki geoloji keçmişdə Lavrasiya qurusunun tərkibində olmuşdur. Antarktida və cənub materikləri Lavrasiyanın deyil, Gondvananın tərkibində olmuşdular. Bu yanlış fikirdir. Ona görə bizdən də doğru olmayanı soruşurdu. Y variantı doğrudur. 43-cü suala baxaq. Eksogen mənşəli relyef formalarından deyil. Duyumlar, barxanlar eksogendir, yəni xarici proseslərin təsiri ilə yaranıbdır. Sirklər həmçinin, yarğanlar da həmçinin, vulkan konusu isə endogen proseslərin məhsuludur. Tian-Şan dağlarına aid xüsusiyyəti müəyyən etməliyik. Qafqaz dağlıq sistemi ilə eyni yaşdadır. Xeyr, Tian-Şan dağları qədim, Qafqaz dağları cavandır. Kaynozoyda təkrar fəallaşmağa başlamışdır. Bəli, bu doğru variantdır. Yenidən bu dağlar Kaynozoyda törəmiş, fəallaşmışdır. Mezozoy erasında yaranmışdır. Xeyr. Cənub-Şərqi Asiyada yerləşir. Xeyr, Mərkəzi Asiyada yerləşir. Litosfer tavalarının divergent sərhəddindədir. Xeyr, əksinə. Yəni divergent sərhəddə yerləşmirlər. 45-ci suala baxaq. 1-ci və 2-ci saat qurşaqlarının sərhəddi hansı meridiandan keçir? Sərhədləri tapmaqdan ötürü bu 1-ci saat qurşağı.
Bu ikinci saat qurşağı. Birinci saat qurşağının orta meridianını tapaq. Yəni bu ortasından keçən meridianı. 1 vurulur 15-ə bərabər 15 dərəcə. Və birinci saat qurşağının 12-ci saat qurşağına qədər şərq uzunluğunda yerləşir, şərq yarımkürəsində yerləşir. Yəni bu orta meridian 15 dərəcə şərq uzunluğudur. Sərhəddi tapmalıyıq. Biz bu sərhəd bizdən soruşulur. Yəni 1 ilə 2-nin arasındakı sərhəd. Və bunu tapmaqdan ötürü hər bir saat qurşağının sərhəddini tapanda 7,5 dərəcəni bir dəfə toplayıb, bir dəfə çıxırıq. Bizdə isə şərqdəki sərhəddi soruşduğundan ona görə biz 7,5-i toplamalıyıq. 15-in üstünə 7,5 gəlirik. 22,5 dərəcə şərq uzunluğu edər. Düzgün variantımız Y variantıdır. 46-cı suala baxaq. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Paleozoy və mezozoy deməli eraları verilibdir. Fanerozoy eonun erasıdır. Bəli, bu doğrudur. Bunlar kriptozoya deyil, fanerozoya aiddir. Gəlin digərlərinə də baxaq. Kaledon qırışıqlığı baş vermişdir. Paleozoya aiddir, lakin mezozoya aid deyil. 6 geoloji dövrə bölünür. Bu paleozoya aid olsa da mezozoya aid deyil. Mezozoyun 3 dövrü var. Kimmer qırışıqlığı baş vermişdir. Kimmer qırışıqlığı mezozoya aiddir. Paleozoya aid deyil. Pangeya, Lavrasiya və Gondwana qurularına parçalanmışdır. Bu da deməli paleozoya aid bir fikirdir. Y variantında olan, ona görə mezozoy ilə əlaqəsi yoxdur. Düzgün variant A variantı. Gəldik 47-ci suala. Füzuli şəhərinin ən hündür nöqtəsinin mütləq hündürlüyü 416 metrdir. Bu nöqtənin göstərildiyi və kəsmə yüksəkliyi 50 metr olan horizontal sxemdə daxili horizontalın mütləq hündürlüyü nə qədər olar? Biz bilirik ki, daxili horizontal kəsmə yüksəkliyə tam bölünən və 416-ya yaxın bir ədəd olmalıdır. Bu da hündür bir ərazi olduğundan, yəni təpə forması olduğundan daxili horizontal mütləq hündürlükdən, yəni 416-dan bir saniyə. 416-dan demək kiçik olmalıdır. Yəni 416-dan kiçik 50-yə tam bölünən ədəd bu 400 ədədidir. Bu 400-dür. 450-yə tam bölünür və 416-dan kiçikdir. Ona görə daxili horizontal 400 olacaq. Geotermik pillə daha kiçikdir. Pillə kiçikdirsə, deməli bu belə deyək ki, seismik cəhətdən aktiv ərazidir. Yəni geosinknalda yerləşən bir ərazidir. Burada düzgün variantımız Meksika yaylasıdır. Çünki geosinknalda yerləşir. Şərqi Avropadır, böyük su ayrıcıdır, qədim dağlardır, dağların sərhəddindən kənardadır, platforma ərazidə yerləşir. Qərbi Avstraliyadır, Braziliya yaylasıdır. Hamısı yanlış variantlardır. Düzgün cavab A variantı. Pillə kiçik deyəndə geosinknal ərazi, pillə böyük deyəndə isə platforma ərazilər götürürük. Xəritə sxemə əsasən Kiçik Qafqaz tektonik zonasında yerləşən əraziləri müəyyən edin. Kiçik Qafqaz tektonik ərazisi Naxçıvanın dağlıq ərazisini, Kiçik Qafqaz dağlarını və Talış dağlarını əhatə edirdi. Burada verilən ərazilərdən yalnız 1 və 4 Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Düzgün variant D variantıdır. 50. Təbiətdə ən geniş yayılmış maqmatik süxurlar. Bu artıq əzbərə məlumatdır. Bu qranit və bazaltdır. Yəni C variantıdır. Burada mərmər metamorfikdir, qneis metamorfikdir. Sonra gilli, şis və təbaşir heç biri maqmatik süxurlar deyirlər. Qum daşı həmçinin, daş kömür həmçinin, çay daşı və çınqıl da həmçinin. Bunlar heç biri ümumiyyətlə maqmatik süxurlar deyirlər. Gəldik 51-ci suala. Talış dağlarının zirvələrini müəyyən edin. Bu Kömürcüy və Qız yurdudur. Düzgün cavab A variantıdır. Digər zirvələr isə demək olar ki, Talış dağları ilə əlaqəsi olmayan zirvələrdir. Böyük və Kiçik Qafqaza aid olan zirvələrdir. 52-ci sual. Aşağıdakı düzənliklərdən hansında tez-tez zəlzələlər baş verir? Tez-tez zəlzələlər baş verən ərazilər geosinknalda yerləşənlərdir. Yəni platformaları atırıq. Bu Gviyana yaylasını atırıq. Buradan Lavrenti yüksəkliyi, La Plata ovalığı, Almaniya, Polşa ovalığı, bunlar hər biri platformada yerləşir, lakin Anadolu geosinknalda yerləşən yayladır.
B məntəqəsində qütb ulduzu Polaris 40 dərəcə bucaq altında görünür. Bu məntəqənin 40 şərq uzunluğunda yerləşdiyini nəzərə alaraq onunla Bakı arasında ən qısa məsafəni hesablayın. Deməli, B məntəqəsi 40 dərəcə bucaq altında qütb ulduzunu görürsə, elə 40 dərəcə şimal enliyində də yerləşir deməkdir. Yəni, Bakı ilə eyni enlikdə yerləşir. Və bu məntəqə 40 şərq uzunluğunda, B məntəqəsi burada qeyd edək. Bakı isə 50 dərəcə şərq uzunluğundadır. Bakı. Və bunlar arasında ən qısa məsafəni istəyir. Ən qısa məsafə artıq buradan görünür. 50 şərq uzunluğu ilə 40 şərq uzunluğunun arası edir 10 dərəcə. Yəni 50-dən 40-ı çıxdıq 10 dərəcə və bunu 40 şimal enliyi üzərində getdiyindən 40 şimalın 1 dərəcəsinin qiymətinə vuracağıq. Yəni 85,4 dərəcə, daha doğrusu kilometr. 85,4 kilometr. Yəni 85,4-ü vururuq 10-a. Eləyər 854 kilometr. Cavabımız 854 kilometrdir. 54-cü suala baxaq. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Materik və okean tavalarının sərhədində yerləşən adalar, yəni subduksiyada yerləşən adalar və iki okean tavasının sərhədində yerləşən adalar, yəni divergentdə yerləşən adalar. Burada materik və okeanların sərhədində yerləşənlərdən yalnız Aliyot adalarıdır. Burada isə iki okean tavasının sərhədində yerləşən adalardan demək, Pasxa adasıdır və İslandiya adasıdır. Yəni, düzgün cavabımız olacaq 3, 5, 6. Növbəti 55-ci suala baxaq. Doğru fikirləri seçin. Dərələyə silsiləsinin ən hündür zirvəsi Qapıcıqdır. Bu yanlış fikirdir. Zəngəzurdadır Qapıcıq. Şərur Böyükdüz, Gülüstan, Araz boyu düzənliklərə aiddir. Bu doğru fikirdir. Azərbaycan ərazisində ən qədim süxurlara Samurda və Çobalığında rast gəlinir. Xeyr, bu yanlış fikirdir. Zəyəmcay, Əsrikçay hövzələrində rast gəlinirdi. Baş Qafqazının və yan silsilənin böyük milliyə malik yamaclarında tez-tez sürüşmələr baş verir. Bəli, Azərbaycanda ən çox sürüşmə olan, baş verən ərazilərdəndir. Şirvan düzü Kürün sağ sahilində yerləşir. Xeyr, Şirvan düzü Kürün sol sahilində yerləşir. Düzgün cavabımız 2 və 4-dür. 56-cı sual. Turistlər cənub istiqamətində 20 kilometr yol getdikdən sonra 20 kilometr getdilər. Bura başlanğıc nöqtə olsun. 20 kilometr. Sonra 90 dərəcə azimutla, yəni bu istiqamətə 20 kilometr getdilər. Onlar ilkin məntəqəyə ən qısa hansı demək, azimutla qayıtmalıdırlar. Başlanğıc məntəqəmiz buradaydı. Sonda isə bu turistlər bu hissədə, bu nöqtədə qaldılar. Yəni buradan bu istiqamətə bir ox çəksək, bu oxumuzun da 315 dərəcəni göstərdiyi məlum olur. Yəni 315 dərəcə azimutla qayıdacaqlar. Litosfer tavalarının xəritə sxeminə əsasən uyğunluğu müəyyən edin. 1, 2, 3 litosfer tavası verilibdir. Birinci tava Naskadır. Yəni 1 olacaq C. İkinci tava Kakosdur. B. Üçüncü tava isə Karib tavasıdır. Y. 58-ci suala baxaq. Situasiyadır. Sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyub bunlara cavab verməlisiniz. A dağları seismik cəhətdən ən sabit materikdə yerləşir. Burada fəal vulkanizm yoxdur. Bu qədim faylı dağlar materikin şərq sahilləri boyunca uzanır. Ayrı-ayrı massivlərdən ibarətdir. Ən yüksək zirvəsinin hündürlüyü 2228 metrdir. A dağlarının yerləşdiyi materikin ən aşağı nöqtəsi okean səviyyəsindən -16 metr aşağıda yerləşir. 58-də bizdən istəyir burada demək A dağlarının və dağların yerləşdiyi materikin adını. Dağlarımız demək böyük Sarıcı dağlarıdır. Böyük. Biraz səliqəsiz düşdü. Böyük Sarıcı dağları. Yerləşdiyi materik isə Avstraliyadır.
Növbəti suala baxaq. A dağlarının seysmik cəhətdən sabit olmasının səbəbi, biz bilirik ki, böyük sayıcı dağları qədim dağlardır. Qədim dağlar seysmik cəhətdən sabit olur. Yəni səbəb biri qədim olması yaza bilərsiniz. Digər tərəfdən litosfer tavalarının sərhəddindən kənarda yerləşir. Onu qeyd etmək olar. Kənardadır. Bax, budur səbəb. 60-cı suala da baxaq. A dağlarının ən yüksək zirvəsinin adını yazın. Demək, böyük sayıcı dağlarının ən yüksək zirvəsinin adı Kostyushkodur. 2228 metr qeyd olunmuşdur. Və dağların yerləşdiyi materikin hündürlük amplitudunu hesablayın. Artıq situasiyanın özündə də qeyd olunubdur. Hündürlük amplitudunu tapmaq üçün materikin ən hündür yerindən ən alçaq hissəsini çıxmaq lazımdır. Yəni 2228-dən -16-nı çıxırıq. Bu da edir 2244 metr. Bu qədər.